Oturacağın diaqonalı 16 kökçü olan 36-cı sualı həll edirik. Hündürlüyü 14 olan düzgün dördbucaqlı piramidanın yan telini tapın. Deməli, düzgün dördbucaqlı deyirsə oturacaq kvadrat olmalıdır. Oturacaq kvadrat olmalıdır. Düzgün dördbucaqlı deyirsə oturacaq kvadrat olmalıdır. Oturacağın diaqonalı 16 kökdə 2-dirsə, bilirsiniz də, onu kök 2-yə böləndə tərəflər 16-dır. Və yaxud da diaqonalın yarısını həmişə tapmaq lazım olur. 8 kökdə 2-dir. Bu xaricə kimi çevirən radius olur da həmişə diaqonalın yarısı. Deməli, kök 2-yə bölsən tərəflər 16-16-dır. Ondan sonra dediyim kimi diaqonalın yarısı 8 kökdə 2-dir, hansı ki o böyük yerdir. Yan tel. Biz bilirik ki yan telin proyeksiyası böyük yerdir. Ona görə elə onu bərbaşdan tapaq ki 8 kökdə 2-də diaqonalın yarısıdır. Hündürlükdəki 14'dür, verilib hündürlüyü 14. Pifagorla 14'ün kvadratı üstə 8 kökdə 2'nin kvadratı bərabərdir yan telin kvadratı. Burada da hesaplamışıq. Gəlib 324 çıxıb o yan teldən 18 eləyib. Düzgün üçbucaqlı piramidanın hündürlüyü oturacağının tərəfinə bərabərdir. Yan telin oturacaq müstəvisi ilə əmələ gətirdiyi bucağın dərəcə ölçüsünü tapın. Düzgün üçbucaqlı piramida deyir, oturacaq bərabər tərəfli üçbucaqdır. Oturacaq bərabər tərəfli üçbucaqdır. Oturacağın tərəfini bilmirəm, A olsun. A olsun. Düzgün üçbucaqlı piramida oturacağın tərəfi A-dır. Bərabər tərəfli üçbucaqdır. Hündürlük oturacağın tərəfinə bərabərdir. Hündürlük də elə nə olsun? A olsun. Ondan sonra yan telin oturacaq müstəvisi ilə əmələ gətirdiyi bucağı tapın. Yan tel. Biz bilirik ki yan telin proyeksiyası böyük yerdir. Yan telin oturacaq müstəvisi əmələ gətirdiyi bucaq, yəni yan telin öz proyeksiyası ilə əmələ gətirdiyi bucaqdan danışır. Bir də deyirəm, yan telin oturacaqla əmələ gətirdiyi bucaq deyəndə elə yan telin öz proyeksiyası, yəni böyük yerlə əmələ gətirdiyi bucaqdan danışır bu. Burada A-dır. Biz bilirik ki bu oturacağın böyük yeridir. Oturacağın yerini nətər tapırıq bərabər tərəfli üçbucaqda? A kök 3 böl 3 düsturu. Bir də deyirəm, buradakı oturacağın eridir. O da A kök 3 böl 3'dür. Sonra nə eləmək olar? Burada görürük ki qarşı katet, bitişik katet var. Hipotenuz yoxdur. Onda qarşı bitişiklə işləsək tangens alfa bərabərdir. A bölək A kök 3 böl 3, A'lar getdi, 3 qalxır yuxarı olur, 3 bölək kök 3, yəni kök 3. Tangens alfa kök 3'ü 60 dərəcədə alır. Belə maraqlı sual idi. Burada da sual var. Deməli, burada nə eləmək olar? Yenə qarşı bitişik var. Onda tangens bərabərdir A böl 3, bu da A kök 3 böl 3. Onda 2 nöqtə ilə bölsək vurma kimi yeri dəyişir. Kök 3 böl 3 alınır. Kök 3 böl 3 30 dərəcədə alır. Oturacağın tərəfi 8, hündürlüyü 7 olan düzgün dördbucaqlı piramida. Düzgün dördbucaqlı piramida deyirsə bunun oturacağı kvadratdır. Oturacağı nədir? Kvadrat. Düzgün dördbucaqlı piramida deyirsə bunun oturacağı nədir? Kvadratdır. Oturacağın tərəfi də göründüyü kimi yazırıq. 8, 8, 8. Hündürlük 7'dir. Hündürlük 7'dir. Ondan sonra düzgün dördbucaqlı 8, 8. Bunun hamısı 8 kökdə 2 eləyir. Yarısı 4 kökdə 2 eləyir. Pifagora görə 7'nin kvadratı üstə gəl 4 kökdə 2'nin kvadratı bərabərdir yan telin kvadratı. Oradan da yan tel tapılmış olur. Belə. Deməli tərəfi bildik. Diaqonal 8 kökdə 2 oldu. Onun da yarısı 4 kökdə 2. Niyə yarısı? Çünki yan telin proyeksiyası o böyük yeriydi. Biz onu tapdıq. Bərabər yanlı üçbucağın A təpəsindən çəkilən hündürlüyü tapın. Heç nə, hündürlüyü çəkdik. Bərabər yanlıdır və A təpəsindən çəkilən hündürlük oturacağa çəkilib. Çünki 15 yan tərəfdirsə 18 oturacaqdır. Oturacağa çəkilən hündürlük həm də median rolunu oynayır. 9 bölü Pifagora görə h-ın kvadratı üstə gəl 9'un kvadratı bərabərdir 15'in kvadratı. Oradan h-ı 12 tapasın. Bərabər yanlış sahəsini tapın. Əvvəlcə hündürlüyü çəkirik. Oturacağa
Dediyimiz kimi oturacağa çəkilən hündürlük median rolunu oynadığı üçün 16 bölür. H-ın kvadratı üstə gələn 16-nın kvadratı bərabər 20-nin kvadratına H 12 eləyir. Ondan sonra burada sahəni deyir. Sahə də hündürlük vuraq oturacaq böl 2-dir. Yəni 12 vuraq 32 böl 2-dir. Bu da eləyir 6 vuraq 32-dən 192. Aha, bərabər imtihan daxilə çəkimi çevirən radiusunu tapın. Əvvəlcə hündürlük çəkək. Hündürlük bu 24'ü 12 bölür. Pifagora görə H-ın kvadratı üstə gəl 12'nin kvadratı bərabərdir 15'in kvadratı. Oradan H 9'dur. Onda sahə 9 vur 24 böl 2'dir. Yəni 108'dir. Niyə mən sahəni tapdım? Çünki bu balaca R var. Ha, balaca R belə idi. S bölək yarım perimetr. Ona görə S'i tapmağa ehtiyac var idi. S'i də tapdım 108. Yarım perimetrdə 3 tərəfi topla böl 2'yə. 15, 15, 30, bu da 24. 54, 54'ün yarısı 27. 108, 27'ye bölünür, dərsən 3 eləyir. Yoxsa 4 eləyir. 4 eləyir. 2S böl böyük perimetrdə yazmaq olar. S bölək balaca perimetrdə yazmaq olar. Bu misala. Deməli, yan üzlər oturacaq müstəvisi eyni bucaq əmələ gətirirsə, yan üzlər eyni bucaq əmələ gətirirsə, deməli, apofemlə balaca R eyni bucaq əmələ gətirir deməkdir. Həmçinin yan tillər bərabərdir deməkdir. Deməli, yan tillər bərabər oldu. Hündürlük də burada daxilə çəkimi çevirənin mərkəzinə düşür. Həmişə. Hündürlük də deməli daxilə çəkimi çevirənin mərkəzinə düşdü. Bunları bildik. Sonra burada nədir? Apofem nədir deyir? Yan üzün təpədən çəkilən hündürlüyü. Elə bil ki, belə də tutaq ki, bu yan üz deyil, bu hündürlükdən gedir söhbət. Yan üzlər oturacaq müstəvisi eyni bucaq əmələ gətirir. Yan üzlər oturacaqla eyni bucaq əmələ gətirir. O demək ki, apofemlər bərabərdir. Apofemin də proyeksiyası balaca R-dir. O dəqiqə bunu qeyd eləmək lazım. Bir də deyirəm, yan üzlər oturacaqla eyni bucaq əmələ gətirir. Anında yan üzlər oturacaqla eyni bucaq əmələ gətirir deyirsə, apofemin proyeksiyası balaca R-dir. Əla. Oturacağın tərəfləri 10, 10, 12'dir. Oturacağın tərəfləri 10, 10, 12'dirsə balaca R biz nətər tapırıq? Hündürlüyü çəkirdik, hündürlüyü tapırdıq. Sonra sahəni tapırdıq, hündürlüyü tərəfə vurub bölüb 2'yə sahəni tapırdıq. Sonra balaca R 2S böl böyük P, məsəl üçün 2 vur sahə bölək perimetr, oradan balaca R 3'dür. Sonra nə etmək olar? Apofemdir, R'dir. Aha. Hündürlük də 4 verilib. Deməli, hündürlük 4, balaca R 3. Deməli, apofem də 5 oldu. Yan üzlərin təpədən çəkilən hündürlüyünü tapın. Yan üzün təpədən çəkilən hündürlüyü apofem idi. Ona görə hazırdır məsələ. Belə. Deməli, oxşar piramidaların hündürlükləri 50 və 30'dur. Oxşar piramidaların hündürlükləri 50 və 30'dur. Oxşar piramidaların hündürlükləri 50 və 30'dur. Onların deməli nə deyir burada? Böyük oturacağın sahəsi 3600'dür. Kiçiyin oturacağın sahəsini tap. Onda bilətdə sahə böl sahə bərabərdir hündürlük böl hündürlüyün kvadratı. 3600 böl S. 5 böl 3'ün kvadratı. Oradan 25 böl 9. Oradan da çarpaz vurduq. S 1296 oldu.